Hele soluk atan eve geçip bu restoranları atır. Sessiz soluklarında. Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Məlanı. Rayona gəlmişəm. 3 günlük bacımgildəyim. Bacımgilin həyətidir. Məryəm, neyinirsən orada ürəyim? Ha Məriş? İstidir də ona görə ürəyim. Hə elə qoy çıx. Tez gəl yandırmasın, tez get. Neyniyək bəs? Mənə bax. Ayağın yanacaq, alım qucuma səni, gəl. Gəl. Əlin qolun var olsun ay bacı. Sən aşının yeri yoxdur da. Rayona gəlmişəm. Bacım mənə qəşəng aş dəmir, döşəmə plov. Əsl kənd çolpası. Bəh, yağına baxın. Çox sağ ol ürəyim, əlin qolun var olsun. Bana güzel kısa. Həl vurmamış gedirik. Bacım gavalı qurudur. Qazına suyu tökdü. Xanımlar bilməyənlər üçün deyim. İçinə duz da tökdü. Torbaya tökdü gavalını. İkisiyə böldü. Torbaya tökdü. Torbada elə bir qoydu qazanın içine. Hardasa bir 5 dəqiqə qaldı da. Elə bir biraz çox qaynamadı. Azca qaynayan kimi 5 dəqiqədən artıq saxlamayın da. Ondan sonra götürdü, tökdü padnosa. Qoyacaq günün altına. İndi də bunu, yarısı da budur. Bunu da indi qoydu, suyu süzülsün. Onu da tökəcək padnosa. Qoyacaq günün altına qurusun. İndi mən quruyan formasını görməyəcəm, qaydacam çünki. Qurumuş, quru hazır formasından bacım mənə verəcək. Onu da çəkib sizə göstərəcəm. Baxın dostlar, bax bu cürə. Dünəndən bu günə əməlli başlı quruyub. Biri də bu. Bunlara bak. Ay Allah, analar qalır burada, bunlar burada. Bak o toyuğun yanında bir tane cüce var. Bak o
cücələrimlə bir yerdə çıxanda o toyuq kök yatır. Gedib onun altına girib yazıq. Elə bilir anasıdır.